Düzdür kızlar, mənim ideyam deyil. Bir dənə Rus blogerdə görmüşəm. Deməli qız video çəkir. Bir il bundan sonra yeni ildə nə arzular istəyirəm olsun, yəni öz həyatını necə görür də, maksimal arzular tutur və bunu video formatında çəkir. Sonra bir il üstündən keçəndən sonra yenə bir video çəkir və o iki videonu birləşdirir və bu il tutduğu arzuları gələn il nə dərəcədə gerçəkləşibsə, onları bir danışır və video formatında o qədər maraqlıdır. Mən təəssüf ki, keçən il belə bir video çəkməmişəm, amma bu yeni il o qədər arzularım var. Bugün və yaxud sabah oturub gələn ildə nələr nail olmaq istəyirəmsə, özümlə bir dialoq quraraq video çəkəcəm və o videonu saxlayacağam. Məncə gələn il çox maraqlı bir video alınacaq. Sağlıq olsun, tək yaşayım gələn ilə qədər, hər şey yaxşı olsun. Necə də gözəl qoxusu var bunun. Amma çəkib belə bir video kompüterə ata bilərəm. Gələn ildə paylaşacağım. Təsəvvür edirsiniz, belə bir video çəkirəm və tutduğum arzulardan heç biri gerçəkləşmədi. Biabırçılıq. Amma yenə də çəkəcəm. Naborot heç biri gerçəkləşməsə, düşünürəm ki, reylərdən məni daha da çox dəstəkləyəcəklər. Deyəcəklər, keyfi pozma, gələn il olar. Gələn il olmasa o birisi il 100% olacaq.